Müqəddəs suda yuyunan bu qadına körpəsini yuxarı qaldırmasını əmr edən bir səs gəlir. Qadının bədəni tamamilə dənizə qərq olur, lakin sahib olduğu fövqəltəbii güc sayəsində qolunu yuxarıda saxlamağı bacarır. Bir neçə saat sonra sahildəki insanlar vəziyyəti görüb körpəni xilas edirlər. Bu vaxt müqəddəs dağa işarə edən qadın axına qapılaraq yoxa çıxır. O, ömrü boyu gözünü müqəddəs dağdan ayırmır və həmişə o dağa dırmaşmağa çalışır. Nəhayət, 20 yaşına çatanda dağın böyük bir hissəsinə dırmaşa biləcək vəziyyətə gəlir. Lakin onun qarşısında yeni bir sınaq dayanır. Gənc oğlan cəsarətlə qarşı dağa tullanır. Lakin bu zaman yıxılır və ölümdən tükdən asılı halda xilas olur. Bir gün müqəddəs dağın şəlaləsindən bir maska düşür. Oğlan maskanı əlinə aldıqda dağın zirvəsində kimsənin onu izlədiyinə əmin olur. İçini böyük bir həyəcan bürüyür və yenidən dağa dırmaşmağa başlayır. Yol ayrıcına gəldikdə qarşı dağın zirvəsində cazibədar bir qadın görünür. Bunu görən oğlan gözünü belə qırpmadan qarşıya tullanır. Qadın əlini ona uzadır və oğlan onun əlini tutmaq üzrə ikən qadın bir anda yoxa çıxır.